hər vaxtınız xeyir. Bu günlərim ən kiçik, ən böyük qiymətin tapılmasına aid bir neçə tip tapşırığın izahını verəcəm. Deyim ki, bu din test toplusu 11-ci sinifə aiddir. Deməli, burada bizə əsas lazım olan düsturlar, müxtəsər vurma düsturlarından daha çox istifadə edəcəyik. Gəlin burada baxaq. 9x kvadratını mən yaza bilərəm belə. 3x kvadratı, 3x-in kvadratı. Burada 6x var görürəm. Çıx, 6x yaza bilərəmmi? 2 vur 3x. Çünki bu düsturu görməyim üçün. Aha, indi hələ digərini yazmıram. Bunun düsturu tamamlamaq üçün, bax, a çıx b-nin kvadratı. Bunun açılışı nədir? A kvadratı. Çıx 2ab üzərinə gəl b kvadratı. Elədir. Baxırıq indi düsturumuza. Bax, a kvadratı var. 2 vur ab var. Burada nə çatmır? B kvadratı. B də burada nədir? Bax, 2 düsturun ikisidir. 3x a-dır. Yəni birinci vur ifadəmizdir, toplananımızdır. Deməli, burada bir dənə də bir vuruğu gizlənib də. Bir onsuz yazmırlar. Çünki 1-ə vuranda ifadə dəyişmir. Bunu yazaram mı? Üstə gəl 1. Üstə gəl 1 yazmışam. Bir dənə də çıx 1 yazaram ki, ifadəmizin görünüşü dəyişsin. Yəni mənası dəyişməsin. Yəni bu üstə gəl 1-i özüm yazdım. Düstura tamamlamağı üçün. Deməli, indi davam edirik. Deməli, bu indi düstura yığıldı. Oldu nə? 3x çıx 1-in kvadratı. Elədir. Bu kənarda çıx 1-də qaldı. Bunu yazdım belə. Sonra indi davam edirik. Üzərinə gəl. Gəlin bunu altdan yazım. Sonra onu yanına yazaram. Y kvadratı çıx 2y də yazaram. 2 vur 1 vur y. Elədir. Düsturu görməyim üçün. Yenə a çıx b-nin kvadratının açılışı nə idi? A kvadratı çıx 2ab üzərinə gəl b kvadratı. Elədir. B kvadratı. Aha. İndi bax, burada a kvadratı var. 2 vur a vur b var. Üstə gəl b kvadratı yoxdur da. Bunun da üstünə, yəni düstura tamamlamaq üçün üstə gəl 1 çıx 1 yaza bilərəmmi? Yenə bax, üstə gəl 1 çıx 1 ona görə yazmışam. Görünüşünü dəyişirəm mən bunun. Yəni üstə gəl yazsam ifadəm dəyişəcək. Aha. Bunun özü də düstura yığılır. Olur nə? Bax, indi bu artıq ifadələri siləcəm. Daha aydın olsun deyə belə düsturları açıq şəkildə yazıram. Bu düsturumuz olacaq nə? Y çıx 1-in kvadratı. Niyə görə çıx? Çünki bu çıx 2ab-dir. Üstə gəl 2ab olsaydı, onda olacaqdı y üstə gəl 1-in kvadratı. Aha, indi aşağıdakı ifadəmizi silirik. Nə aldıq? Y çıx 1-in kvadratı. Buraya yazıram. Y çıx 1-in mörtəzə kvadratı. Kənarda da bir dənə biyaxki kimi çıx 1 var. Çünki üstə gəl 1-dən çıx 1 getməlidir. Burada da nə var? Üstə gəl 19. Gəlin bu ifadəmizi bir balaca səliqəyə salaq. Bərabərdir. 3x çıx 1-in kvadratı. Üzərinə gəlirik. Y çıx 1-in kvadratı. Çıx 1, çıx 1, mənfi 2, 19. Bu da eləyir 17. İndi baxırıq. Bizə nə deyir? Ən kiçik qiymətini istəyir. Baxın, kvadratdır. Bu ifadənin içi 0 ola bilər də. Elədir. Çünki mənfi var. Bir dənə də bura müsbət ədəd qoyaram, kəsr ədəd. 1 ilə gedər. Bax, burada da yenə. Çıx 1 var, y-ə 1 deyərəm. Yəni, ən kiçik qiymət kvadrat olanda 0 olur. Aydındır, kvadrat olanda ən kiçik qiymət 0. 0 üstə gəl 0. Deməli, ə2 nə oldu? 17 oldu. Bunların ən gözəl yeri müxtəsər vurmaya gətirməkdir. Keçək digər tapşırığa baxaq. Digər də bu kimidir. Baxın, açıq yazacağım. Çalışacağım açıq yazım. 2x-in kvadratıdır. 4x. Elədir. Başqa burada x varmı? Yoxdur. Deməli, indi bunu hələ ki saxlayıram. Üstə gəl. 9y kvadratını yazıram. 3y. 3y-in kvadratı. Üstə gəl. 6-nı 3y görəndə 6 gördüm. Sıracı gözlərimdə işıq parladı ki, 6-nı 2 vur 3 kimi yaza bilərəm. Aha, 3y bax görsən, birinci bu ifadəmdir. 2 düsturun ikisidir. Deməli, bir dənə gizlənmiş 1 var ki, o da b kvadratıdır. İndi mən bu düstura tamamlamaq üçün nə yazacağım? Üstə gəl 1, 1-in kvadratı, yəni çıx 1. Üstə gəl 1, çıx 1, onsuz ixtisar islah olub 0 olunur da. Yəni, görsən, görünüşünü dəyişirəm sadəcə. Qiyməti yox. Aha, bu da nədir? Üzərinə gəlirik. 3 də olduğu kimi qalır. Bərabərdir. 4x kvadratı ilə işim yoxdur. Çünki heç nə ilə qruplaşmadı. 4x kvadratı. Üzərinə gəl. Bax, bu düstura yığılır. Olur nə? 3y üzərinə gəl. 1-in kvadratı. Kənarda çıx 1 var. Bu da üstə gəl 3. O da eləyir. 3 ilə elə bir şey. Mənfi 1. Üzərinə gəlir 3. 1-i müsbət 1 mənfi çıxılır. Böyüyün işarəsi yazılır 2.
İndi baxırıq. Nə deyir bizə? Yenə ən kiçik kimi. Bax, kvadratdır. Kvadrat ən kiçik hansını ala bilər? 0 ala bilər də. Kvadrat da ən kiçik hansını ala bilər? 0 ala bilər. Qaldı nə? 2. Deməli, bu ifadənin ən kiçik qiyməti nə imiş? 2 imiş. Deməli, davam edək. İndi burada görürsünüz, burada artıq düstur şəklində, yox, düstur şəklində deyil hələ ki. Baxaq görək burada nə etmək olar. Deməli, indi ifadəmizi əvvəlcə köçürdək. 2x üstəgəl y-in kvadratı. Bir dənə indi diqqət edin, bax, bunun kvadratı, bu vur. İndi 8-i yaza bilərəmmi? 2 vur. Qoy, düsturun ikisi qabağa gəlsin ki, gözümüz daha yaxşı görsün. 2x üstəgəl y. Aha, gördünüz, artıq düstura tamamlamaq istəyir, sadəcə bizim kiçik toxunuşlar eləməyimiz lazımdır. Bax, a kvadratı, a bildik ki, 2x üstəgəl y-dir. Bax, burada da görsən, 2x üstəgəl y. Bu düsturun ikisidir. Bu da deməli b imiş də. Burada nədir? Üstəgəl b kvadrat. B-ni tapdım 4-dür. Deməli, onun kvadratı nə eləyəcək? 4-ün kvadratı eləyəcək 16. Üstəgəl 16, çıx 16. Çünki bunu özümüzdən yazdığımıza görə düstura tamamlamaq üçün yazdım da üstəgəl 16. Bir dənə də çıx 16 yazsam ki, görünüşü dəyişsin. Yəni, tək üstəgəl 16 yazsam, ifadəm dəyişər mənim. Üstəgəl, məqsədimiz də o deyil. Üstəgəl 18. Bərabərdir. İndi bu düstura yığılır. Baxın bir dənə bura. A kvadratı, üstəgəl 2 vur, a vur, b, üstəgəl b kvadratı. Oldu nə? 2x üstəgəl y, üstəgəl b-miz nədir? 4-ün kvadratı. 18 ilə də mənfi 16 nə eləyir? Müsbət 2. Aha, dedik kvadrat ən kiçik neçə ala bilər? 0 ala bilər. Ən kiçik qiyməti. Aha, 0 üstəgəl 2, 2. Deməli, bu ifadənin ƏÇQ-sı nə oldu? 2. Davam eləyək. Bu ən kiçik, ən böyük qiyməti tapmaq üçün sən müxtəsər vurma düsturlarını əzbər bilməlisən. Ki, artıq burada misalı yazanda, köçürdəndə biləsən ki, səndən nə istəyir, nə tələb eləyir. Baxaq indi bura. Bax, bu da 10 kimidir. Baxın, diqqətli olun. Bax, a üstəgəl b-nin kvadratı. Elədir. Üstəgəl 6-nı yazaram düstura görə 2 vur, 3 vur, a üstəgəl b. Yəni, düstur deyəndə hansından söhbət gedir? Bax, yəni burada da AB var. AB yazmayaq da qarışmasın. X üzərinə gəldik. Y-in kvadratı. Açılış nədir? X kvadratı üzərinə gəl 2xy üzərinə gəldik y kvadratı. Elədir. Aha. İndi baxırıq buna bax. Bax, görsən, x kvadratı var. Yəni, birincinin kvadratı. Üstəgəl düsturun ikisidir. Bax, bu 2-dən söhbət gedir. Birinci ilə ikincinin hasili. Deməli, ikinci neymiş? 3-dür. İkinci düsturda gizlidir. Yəni, biz onu tapırıq da. İkinci, deməli, vuruğumuz cəmimiz 3 imiş. 3-ün kvadratı nə eləyəcək? 9. Düstura yığılması üçün mən üstəgəl 9 yazdım. Bir dənə də çıx 9 yazıram ki, görünüş dəyişsin. Yəni, ifadənin qiymətini mən dəyişə bilmərəm. Bir dənə də üstəgəl 10 özündə var. Üzərinə gəlirik 10. İndi gəlin bunu düstura yığaq. Deməli, olacaq nə? Deməli, buradan yazırıq. Bərabərdir. A üstəgəl B. Bu bir ifadədir. Yəni, x üstəgəl y-in kvadratı. Üzərinə gəlirik. Y-imiz də nədir? 9-dur. Yəni, 3-ün kvadratı. 10-la da mənfi 9 nə eləyib? Üzərinə gəlirik. 1 müsbət 1 böyükdən kiçiyə çıxırıq. Bərabərdir. İndi nə olacaq? Bax, kvadratdır. Kvadrat dedik, ən kiçik nə alır? 0 alır da. Ən kiçik, misal üçün, kvadrat mənfi ola bilməz axı. Mənfin kvadratı gedi ədədi böyüdəcək. Yəni, ən kiçik halda 0-dır. 0 üstəgəl 1, 1. Deməli, bu ifadəmizin ƏÇQ-sı nə oldu? 1. Davam eləyək. Bu tip tapşırıqları yığmışam ki, hamısı bir yerdə olanda daha yaxşıdır. İndi bura baxırıq. Baxın, diqqətli olaq. 2x, bu daha gözəllidir. 2x üstəgəl 7-nin kvadratı. Üzərinə gəlirik. Y çıx 3-ün kvadratı. Çıx 24. Burada da kvadrat var. Baxırıq bura, diqqətli olaq. Bu ifadə sıfıra gedə bilər sizcə? Xeyr. Niyə? Çünki bax, burada x-in üstündə kvadrat var. Yəni, mən x-ə hər hansı bir mənfi ədəd versəm, o kvadrat onun mənfi olmağına imkan verməyəcəkdir. Yəni, bu mötərizəmizin içi mənfi ola bilməyəcək. Ona görə dedik, axı, x kvadratı ən kiçik nəyə alır? 0. 0-ı 2-yə vursam 0. 0 üstəgəl 7
7. 7-nin kvadratı nə eləyir? 49. Aha. Burada amma artıq arada çıx olduğuna görə bu ifadəmiz bizim 0 ala bilər. Tutaq ki, y-ə verərəm kök 3. Kök 3-ün kvadratı nə eləyir? 3. 3 çıx 3, 0. Yəni bu ən kiçik halda 0 ala bilər. Aha. Bu getdi 0-a. Oldu 49 çıx 20. 49 çıx 24, o da bərabərdir 25. Deməli, ən kiçik qiymətimiz 25. Davam eləyək. İndi bax, bu da o tipdədir. Baxın, diqqətli olun. 3x kvadratı, üzərinə gəl 2 kvadratı, üzərinə gəl y kvadratı çıx 6, üzərinə gəl 19. Yenə də, mən burada yerləşmədim, 19. Yenə də diqqətli oluruq. Baxın, dedik ki, x kvadratı, y kvadratı, fərq yoxdur. Yəni, kvadrat varsa, ən kiçik nə ala bilər? 0. Elədir, ən kiçik 0 ala bilər. Burada da bax, görsən, cəmdir də. 0 alsa, bax, bir də indi başqa bir şey izah eləmək istəyirəm. Tutaq ki, 3 vur, 0 üzərinə gəl, 2. Bu 0 eləyir, 3-ü 0-a vuranda 2-nin kvadratı, yəni burada kvadrat var, 4. İndi ki, buna mənfi ədəd verək, tutaq ki. Mənfi 1 verirəm. 3 vur, mənfi 1-in kvadratı müsbət 1, 3 vur, 1 üstə gəl, 2. 5, bu da eləyir 25. Görsən, get-gedə ədədin böyüyür. Deməli, x kvadrat olanda, x kvadrat və arada cəm olanda x kvadratını 0 qəbul edirik. İndi baxırıq bu ikinciyə. Bunu deyilmi? Burada x kvadrat 0-dır, ən kiçik halda. Onda birinci mötərizəmiz olacaq 2-nin kvadratı 4. Üzərinə gəlir. Bax, burada y kvadratı çıx 6. Bir yaxçı kimidir? Sən burada artıq y-ə elə bir ki, y-ə 0 deyəsən, burada kvadrat da var. Y-ə 0 deyəsən, tutaq ki, deyəsən ki, bu biraz məntiqi mühakimə istəyirik. Tutaq ki, sən burada y-ə 0 deyəsən, 0 çıx 6, mənfi 6. Mənfi 6-ın kvadratı nə eləyir? 36. Aydındır. Amma bunu cəmdə deyə bilmərəm, axı, burada çıx var deyə, misal üçün y-ə kök 6 verərəm. Kök 6-ın kvadratı nə eləyir? 6, 6 çıx 6, 0. Yəni, bu arada çıx varsa, bu ümumi ifadə 0-a ən kiçik qiyməti 0 olur. Yox, əgər arada cəm varsa və kvadrat varsa, o ifadə ən kiçik qiyməti deyə bilmərik 0-dır. Orada artıq x kvadratın yerinə 0 qoyanda ən kiçik qiyməti alır. Üstə gəl 19. 4 üstə gəl 19, bu da eləyəcək 23. Demək, ən kiçik qiyməti eləyəcək 23. Davam eləyək. Bu da maraqlı məsələdir. 2ab çıx a kvadratı, çıx 2b kvadratı, üzərinə gəl 4b. Gəlin bu 2b kvadratını yazanda, mənim sırada, gəlin əvvəlcə birinci bax. Ümumi ifadədən gəlin mənfini çıxardaq qabağa. Olacaq nə? A kvadratı. Üstə gəl, bu üstə gəl, plus deməkdir də. Olacaq mənfi çıxdığına görə işarələr əksinə dəyişir. 2ab. Bu 2b kvadratını, çıx 2b kvadratı mən yaza bilərəmmi? Çıxdı. Qabağa bir də mənfi verəndə olur müsbət 2b kvadratda. Yazıram b kvadratı, üzərinə gəl b kvadratı. Razı. Çıx 4b. Niyə görə çıx? Çünki ümumi qabağa biz mənfi çıxartmışıq. Mənfi çıxardanda işarələrin hamısı dəyişir. Gəldik bura. Baxın, bu da yenə müxtəsər vurma düsturuna bax. Birincinin kvadratı çıx 2 vur. Birinci ilə ikincinin hasili. Üzərinə gəlir ikincinin kvadratı. Bu da nəyin açılışıdır? A çıx B-nin kvadratı. Üstə gəl. Baxın, indi aşağıda yazacağım. B kvadrat çıx 4B. Mən bu B kvadratını yaza bilərəmmi? B kvadrat çıx 4-ü yaza bilərəmmi? 2 vur 2B. Elədir. Baxırıq, bax, bu B birinci ifadədir. Bu 2 düsturun ikisidir. Deməli, düstur belə idi. X çıx y-in kvadratı. Nəyə bərabərdir? X kvadratı çıx 2xy. Üzərinə gəlir y kvadratı. Bax, B kvadratı, x kvadratı var. 2 vur, xy var. Deməli, üstəgə y kvadratı yoxdur. Y-də nə tapdıq? B-dir. Bir də deyirəm. B yox, daha doğrusu 2-dir. Bu, qabaqdakı 2 düsturun ikisidir. Həmişə belə 2 vur kimi yazın ki, görək AB hansıdır. B birinci B-imizdir. Yerdə qaldı bir dənə 2. Deməli, yazacaq nə? Üstə gəl y-in kvadratı. Y-i 2 tapdıq da. Üzərinə gəl 2-in kvadratı nə eləyir? 4. Düstura yığılmaq üçün üstə gəl 4-dür. Bir dənə də çıx 4 mən yazıram ki, yəni görünüşü dəyişməsindən mən o 4-ü özüm yazmışam. Düstura tamamlamaq üçün. Olacaq nə? Deməli, bu qabaqda mənfi var. Mənfini itirməyək. Bu da olacaq belə. B üstə gəl 2-nin
kvadratı çıx 4. Bu ifadəni yazdıq. Bax, A çıx B dedik ki, yuxarıda kvadrat varsa 0-a gedə bilər. Ən kiçik qiymət 0, ən kiçik qiymət 0. Mötərizənin içində nə qaldı? Mənfi 4. Qabaqda da bir dənə mənfi var. Oldu, müsbət 4. Deməli, ən böyük qiyməti neymiş? Müsbət 4 imiş. Davam eləyək. Sonuncu tapşırıqdır deyəsən. Aha, bunda da diqqətli oluruq. Bu da gözəl tapşırıqlardandır. 2x üstü 4, üzərinə gəlirik 5. Sonra üzərinə gəlirik 3y kvadratı. Üzərinə gəlirik 4-ün kubu. Plus 2z-in kvadratı çıx 5 kvadratı deyil. Ən kiçik qiymətini tapın. Burada da kvadrat var. Baxın, yenə, bax, yaxdan dediklərimin ümumiləşməsidir. Baxın, burada da çöldə kvadrat var, burada da çöldə kvadrat var. Bax, cüt dərəcədir. Cüt dərəcə ən kiçik qiyməti nə olar? 0 olar da. 0 üstə gəl 5. Nə eləyir? 5. 5-in kvadratı nə elədi? 25. 8 oxşadı biraz. 25. Birinci. İndi burada keçdi ikinci ifadəmizə. Bax, kubdur. Elədir? Kubdur. Bu ifadə y ən kiçik nə ala bilər? Y kvadrat olduğuna görə mənfi olmayacaq. Deməli, y-in yerinə nə qoya bilərik? Biz 0. 0 üstə gəl 4, 4. 4-ün kubu nə eləyir? 64. Ən kiçik qiymətdən hesablayırıq. Üstə gəl. Baxın, indi bura. Arada fərq var, elədir? Və z kvadratı var. Z kvadratı var, arada fərqdir. Cəm olanda x-in yerinə 0 qoyduq, amma fərqli olanda bu ifadə özü ümumilikdə 0 ala bilər. Üzərinə gəlirik 0, ən kiçik qiymət kimi. Deməli, oldu ifadəmiz 89. Baxın, görün, bir dənə də varmı? Yox, yoxdur. Diqqətiniz üçün təşəkkürlər. İnşallah yararlı videolar. Bəyənib paylaşmağı unutmuruq.